Ya Allah'ın alı. Bak bak. Hasan, Nurhan kardeşler. Bir de Eli Baba. Size olacaksın ha. Ay maşallah. Ay Allah saklasın. Ay Allah bağırlasın. Ay sizin qadanınız zaman arzulayalım ki bütün müəllimlərə bax belə gözəl tələbələr qismət olsun. Tələbənin nazınla müəllim oynamadsa, yoxsa tələbənin üstünə qışqırma, tələbənin təxir edir. Elibolu məktəbində belə bir şey yoxdur. Tələbəni tələbə kimi qəbul eləməlisən, tələbə kimi də dərsini keçməlisən. Yəni bunların gələcəkləri var. Hə, indi bu günləri tək şapalıq ritmi öyrənir. Qaldır görür mü oğlum? Qaldır görür mü oğlum? Düz görür mü Neymət Öqəsin? Ay sağ ol. Bax, mən göstərəcəyəm, bax. Şimdi firma göstereceğim. Bir başlayarız. İndi şapalağımızı sallıyorum. Nurhan çaldığı qazalı ritmi tamam başqa bir şey aldı. Mən onu çalmışam da götürürdü. Hasan çaldı. Tamam başqa bir. Nurhan çaldığı budur. Hasan çaldığı nədir? Versiya çoxdur. Yəni bugünkü günü ən çox bundan mən də bunun salonda, onun günahında deyil məndən. Çünki müəllim nəsər göstərirsə, yəni bu vaxt mən bu şirkətdə bir balaca problem olmuşdu, moral olmuşdu. Mən bununla çalırdım. Uşaqlara da demirdim heç də, bilmirdim. Bir də baxanda gördüm ki, sinif hamısı bununla çalır.
mən öyrətmişdim sizə. Bax. Yeni nəsil gəldi. Yəni, sizin vaxtınızda da həmişə sizin valideynləriniz deyir ki, mən yəqin uşaqlarla dayanacaq. Xeyr, amma dayanmadıq, gördünüz. Siz tutardınız, sizdən sonra gəldi, siz tutardınız, olsa. İndi də babalar gəldi, Nurxan, Həsən qardaşlar. O böyükləşi o cəngəlləri də çəkinən. Pınar var. Allah'tan sağ olasın. Mənim yaşayış yeri, Gəncə şəhər iş yerimizdən Məcələr Mədəniyyət Sarayının qapısı Xalqın Dağlarımızın açıqdır. Biz hazırlıq qəbul edək. Nə bildiriksə də? Tərəvəyə paylaşır. Bu ara quzu kəsin, mən bu tərəvələrin qadasını alım. Qadanızı alarım sizi. Sağ olun inşallah. Yalvar için çağır vereceğim. Həsən bala, Həsən tecrübə gözükəsin. Öpürəm. Sağ ol, çox sağ ol. Elibala məktəbi Gəncəlidir. Mən dərsi belə keçirəm. Mən 5 il tələbəni indiyənə kimi incitməmişəm, təhqir eləməmişəm. Tələbəni mən cəzalandırmışam ifasından. Yalnız ifa ilə. Odur. Keçilə bilərsən.